möhtəşəm cümə gününə təsadüf etdi. Bəli, təşəkkürümü bildirirəm və çox sağ olun. Biz də şən olduq. Bəli. Ben uzun zamandır buraya gelmek Bəli, istiyordum. bəli. Hoş gördük. Hoş gördük. Necəsiniz? Hoş gördük. Hoş geldiniz. Çok sağ olun. Çok maram. Ne güzel günlerdi. Çok sağ olun. Günler öyle bir ki paltar okşuyor. Öyle güzel, çok öyle güzel bir üstünde de şey de var. O ne güzel. Çok sağ olun. Teşekkürlerdi. Çok sağ olun. Merkezimiz hakkında məlumatlarım çoxdur. Bilirəm ki, çok maraqlı burada hem məhsullar var, hem diagnostika var. Çin mərkəzidir, Çin təbabətidir və düşünürəm ki, çok fayda verirsiniz. İstifadə edənlərə, sizə müraciət edənlərə. Hoşdur bizim için, sizin, biz sizi dediğimiz kimi çoktan gözləyirdik. Gözümüz yoldaydı ve bugün bizi sevindirdiniz. Hoş gəlmişsiniz bizim mərkəzimizə. İnşallah sizi tanış edəcəyik bütün xidmətlərimizlə, həmçinin bizim mütəxəssislər sizə bugün məlumat verəcəklər ətraflı şəkildə. Bəli, çox sağ olun. Həm baxıram artıq gözümün önündə olan Məhsullarımız sıfatlarımız artıq 22 ildən artıqdır ki, şirkətimiz fəaliyyət göstərir rəsmi formada və Tibet təbabətini, Çin təbabətini biz geniş təbliğ edirik, müəyyənləri xalqımızın. Ne kadar eserler boyunca bu el-ele var. Ve ne güzel ki bizim Azerbaycan'da da bu rebabet növü inşaat edildi ve çok aktualdı. Çok güzel neticeler de var. Şimdi bir tanış olmak isterdim. Daha etraflı. Güllere göre çok sağ olun. Siz bunlardan gözəllərinə də layiqsiniz. Buraya. Ben sizi fark edeyim, bizim Milli Sərət Hükümətin rəisidir. Rəşan müəllim 2 ayda bu sahədə ixtisaslaşmış mütəxəssisdir. Ümumiyyətlə bu sahənin önündə olan mütəxəssislərdən biridir. İxtisasda həkimdir, həmçinin xüsusi tibbi təbabütü üzrə ixtisaslaşmış bir mütəxəssisdir. Çingiz müəllim bizim təhlükəsizlik sahəsinə cavabdeh şəxsdir. Özü də təhlükəsizlik xidmətinin əməkdaşıdır və digər yoldaşlar da həmçinin bugün bizə xidmət göstərən belə deyim əməkdaşlardır. Bəli, çox sağ olun, çox yaxşı. Başlayabiliriz.